Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran, hər birinizi salamlayıram. Bugün həftənin 6-cı gündür. Deməli, 12 aprel 2025-ci il tarixdir. Saat 07:26, yəni 8-ə işləyib 26 dəqiqə səhər üzü və bizim səfərimiz Göyçay maşın bazarınadır. Bəli, hər həftənin 6-cı günü olduğu kimi bu həftədə Göyçay maşın bazarı öz fəaliyyətini davam elətdirir və biz də asta-asta Göyçay maşın bazarına doğru irəliləyirik. Hava biraz yağışdır, yüngül yağış yağır, amma bu bizim işimizə əngəl olmur və biz çəkişlərimizə davam edirik. Biz deyəndə təkəm, özünüz də bilirsiniz, mən maşınsızam. Özünüz də bilirsiniz ki, mən maşınsızam və öz şəxsi vəsaitim hesabına Göyçay maşın bazarına gedirəm. Məni belə deyək, Rusiyadan, Türkiyədən, Qazaxıstandan və bir digər ölkələrdən, həmçinin doğma Azərbaycanımızdan da izləyənlərimiz var. Mən istəyirəm, bir kampaniya başladım və mən inanaraq bu kampaniyaya başlatmaq istəyirəm. Sadəcə komentar bölümündə istəsəniz fikir bildirərsiniz. İstəyirəm bir kart hesabı paylaşım və həm xarici ölkədə yaşayan vətəndaşlarımız, həm Azərbaycanda yaşayan vətəndaşlarımızın gücü nəyə çatırsa o karta göndərsinlər və mən də bir maşın alım və sizlər üçün tək Göyçay maşın bazarını deyil, həm Bərdə, həm Gəncə, həm Sumqayıt, həm Badamdar və bir neçə ölkədə maşın bazarları var ki, onlara gedib daha çox maşınlar haqqında çərşiş edim, daha çox maşınlar haqqında məlumat topalayım və mən inanıram ki, mənim bu kampaniyama yaxşı yanaşarsınız, yaxşı fikir bildirərsiniz. Razı olanlara bir dənə post paylaşacağım. İnşallah ki, yəni əziyyətimiz yerdə qalmaz. Sizlər üçün əziyyət çəkirəm. Kəndin çıxışına doğru çatıram artıq və buradan bir yol maşını ilə inşallah ki, Göyçay maşın bazarına gedəcəyik. İzləmədə qalın. Salam bir daha, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, Göyçay maşın bazarının girişindəyəm. Yağışlı havadır. Sizə dediyim kimi, yəni bizə yağış təsir eləmir, fərqi yoxdur və inşallah ki, kameramda pozuldu. İnşallah ki, bazarın ön tərəfindən çəkiş eləyəcəm və bazarın daxilinə doğru irəliləyəcəm. Allah işimizi avan eləsin, ön tərəfdən çəkişlə davam edir. Dəyərli, hörmətli izləyicilər, bazarın girişindəyik. Bazarın girişində olan maşınlar və bazarın daxilinə doğru yavaş-yavaş irəliləyirik. Xatırladaq, hər həftənin 6-cı günü xidmətinizdədir Göyçay maşın bazarı. Asta-asta daxil oluruq bazara, bazarın girişində bizi bir 06 salamlayır, Seymur müəllimi salamlayırıq. Sabahınız xeyir olsun Seymur müəllim. Nəsə bir sözünüz? Heç nə bir sözümüz yoxdur. Göyçay maşın bazarı nə zaman? Hər həftənin 6-cı günü xidməti uzdadır. Bəli, xidmətinizdədir. Maşallah ərazimiz böyükdür. Burada istənilən maşını ala bilərsiniz, sata bilərsiniz. Görürsünüz, maşınlarımız da çoxdur. Hər bazar gələ bilərsiniz. Yəni hər həftənin 6-cı günü gələ bilərsiniz. Burada bir 06-mız, 07-miz, Mercedesimiz artıq alıcıları da yanındadır. Opel 07'lər, Ford Fusion, Çeşka, arxada 011, Priora, 4göz, 012, 015, 04, 06'lar, 07'lər, 31, Opel, 99'lar, 06'lar və bazara hal-hazırda bir dənədən 07 daxil oldu. İnşallah çəkiliş
eləyəcəyik, başlayaq çəkişimizə. Allah hər birimizin işini avan eləsin. Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Ya Allah, bismillah deyək, işimizə başlayaq. Ya Allah, bismillah. Dəyərli, hörmətli YouTube izləyiciləri, 07 həvəskarları, özünə yaxşı 07 alıb sürmək istəyən izləyicilərimiz. Sizlər üçün Göyçay maşın bazarında Ağrəkdə Baz 2107 markalı avtomobilin çəkişini edəcəm, amma maşın sahibindən məlumat alaq. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq, zəhmət olmasa. 2003 maşındır. İli 2003. Heç bir problemi yoxdur. Motorumuz karovka ideal vəziyyətdədir. Aha. Bir sözlə də özünə yaxşı maşın axtaranlar buyurub zəng edə bilər. Qiyməti nədir? Qiyməti 4600-ə deyirəm, aşağı yeri var. Aşağı yeri olacaq. Telefon nömrünüzü eşidək. 051 690 61 61. 051 690 61 61. Bəli. Bəli. Adınız? Orxan. Harda baxmaq olar? Ucar Göyçay. Ucar Göyçay. Barter maraqlıdır hansısa maşın? Nağd satışdır. Bir daha da özüm qeyd edeyim. Orxan qardaşdan məlumat aldıq. İli 2003-cü il istehsaldır. Maşın sahibinin qeyd elədiyinə görə heç bir problemi yoxdur. Start qiymət 4600 manat deyilərək bazara daxil olub. Real alıcılara endirim olunacaq. Telefon nömrəsi qeyd olundu. Barterdə maraqlı deyil. Maşının ümumi kosmetik şey ehtiyacı yoxdur. Oturacaqlar səliqəli, şit maşın sahibinin istəyinə uyğun üzlənib, qapı üzlükləri yığılıb. Və inşallah ki, çəkiş eləyəcəm. Çəkək, göstərək. Salon belə vəziyyətdə. Yəni, arxa yük yerini qaldıraq. Və mən də hər şeyin çəkimi göstərim. Karburator motordur. Akkumulatoru yaxşı vəziyyətdədir. Və yük yerinə nəzər yetirəcəyik. Yük yeri də baxın belə vəziyyətdə. Stəkan yerləri səliqəli. Belə çəkdim, göstərdim. Maşın sahibi də məlumatları verdi. Sizə də bu 07 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, emblemdən artıq məlumdur ki, mən Opel markalı avtomobili çəkəcəm. İlk öncə maşını çəkməmişdən öncə deyim ki, özünə ideal Opel alıb sürmək istəyən sürücülər, izləyicilər bu videoya diqqətlə baxın. Sizlər üçün Göyçay maşın bazarında idealı Opel Astra H markalı avtomobilin çəkişini edəcəm. Amma maşın sahibindən bir qısa məlumat alaq. Maşın sahibi qeyd edib ki, üzüm görsənməsin. Salam aleyküm. Allah bazar versin, Allah alçısını yetirsin. Məlumat alaq bu ideal Opel haqqında. O Opel 2021-ci ildə özümüz gətirmişik. Aha. Yəni maşın saz vəziyyətdədir. 2007-ci il. İli 2007 1.3 dizel. 21-ci ildə özümüz gətirmişik. Aha. Öz adımızadır. Hər bir şeydə olur. Maşında vuruq yox, budar yox. Aha. Hər bir şey saz vəziyyətdədir. İçinə kimi maşın təmizdir. Kondisioneri var mı? İşlək vəziyyətdə. İşlək, avtopilotu işləyir. Aha. Hər bir şey. Bir dənə lüku yox. Bir dənə luku yox. Hardasa şitinə kimi, şitində belə bir nöqtə boyda cızğı yox. Aha. Sidenlərdə təmtəz elə bil ki, vazdan indi çıxır. Altı da üstü kimi tərtəmiz. Kim istəsə, harada istəsə par yoxlatdıra bilər. Yəni başımla cavab deyəməm. Qiyməti nədir? 11,5-a deyirəm. 11500 manata Maşın deyirsiniz. saz vəziyyətdədir. Maşının heç bir yerində bir dənə difek yer yoxdur. Aha. 11500 manata dediniz, yəqin endirim Bəli, olunacaq. bəli. Sözü bir endirim olur. Telefon nömrünüzü eşidək. 050 Aha. 502 37 95. 050 502 37 95 adınız Adımız Ağır. Zaur bəy. Maşına Göyçayda baxmaq mümkündür. Bəli, bəli. Barter maraqlıdır hansısa maşına, yoxsa Ola naxsa? bilər. Hansı maşından? Elantra olsa olar. Üstündə pul vermək, yəni bu maşının üstündə pul vermək şərtilə Hyundai Elantra markalı avtomobildən Barter maraqlıdır. Maşın sahibindən məlumat aldıq, özüm də məlumatları qeyd edeyim. Maşınımız 2007-ci il istehsaldır. 1.3 dizel. Bu dəqiqə sərfiyyatına görə ən ideal motorlardan biridir. Çox adam Opel'i xoşlamır, ay nə bilim Opel xala qızıdır, incidir, amma mən özüm də sürmüşəm Opel. Opel həqiqətən yaxşı maşındır. Baxarıq. Bir dənə maşının ümumi kosmetik şey ehtiyacı yoxdur.
salon səliqəli, start qiymət 11500 manatla bazara daxil olub. Kondisioner işlək vəziyyətdə, peç işlək vəziyyətdə. Bax, üstündə orijinal gəlmə monitordur. Bəli, orijinal gəlmə monitorudur bu. Ön şüşələr podyomnikdir. Keçək sürücü tərəfdən. Aha, bir dənə kapotu qaldıran zəhmət olmasa. Aha. Deməli 325.909 kilometr orijinal yürüş, mexanik sürətlər qutusu, oturacaqlar səliqəlidir qeyd elədiyim kimi. Bir dənə yük yerinə nəzər yetirəcəyik, daha sonra mühərrik yerini çəkib göstərəcəm. Bir dənə baxaq. Baxın, ehtiyat təkərindən belə yerində, sürükdən, pasdan belə deyək, söhbət gedə bilməz. Deməli, gəldik mühərrik yerinə. 1.3 dizel Ekatek motor. Bu dəqiqə sərfiyyata görə dizel motorlar bu dəqiqə. İndi əksəriyyət, yəni hal-hazırda belə deyək, hibrid və tokla işləyən, elektriklə işləyən maşınlara keçib, amma dizel motorlar da sərfiyyata görə əlverişlidir. Akkumulatoru yenidir. Maşında cüzi problem yoxdur. Çəkdim, göstərdim, yenə də qeyd edirəm. Özünə ideal Opel alıb sürmək istəyən izləyicilərimiz. Bu Opel qaçılmazdır. Sərfəli qiymətə təklif olunub və inşallah ki və belə deyək, sahibilə qiymətdə endirim edəcək. Sizə də bu Opel maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsi ilə maşın sahibi telefon nömrəsi qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Bu Opel haqqdır. Hörmətli YouTube izləyiciləri, 015 həvəskarları sizlər üçün Göyçay maşın bazarında metallik yaş asfalt rəngində bir 015 səsəcəyik. Maşın sahibi gəlsin yanımıza, üzü görsənməyəcək əlbəttə ki və məlumatları alaq. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? 2010-cu il istehsalıdır. Belə problemi. Ekranında iş gedib, 2 ildir məndədir. Ekranında iş gedib, səndə olarkən. Yox, məndə olarkən. Hə, əvvəlki yiyəsini elə almısan sən. Aha. Başqa yağını, suyunu töymüşəm, sürmüşəm, heç bir problem yox. Yoxdur. Qiyməti nə demisən? 7,5 deyir. 7500 manat deyirsən. Yəqin ki, razılaşma olacaq. Telefon nömrə alaq. 51 Aha. 328 32 29. 051 328 32 29. Adın? Musa. Maşına Göyçayda baxmaq mümkündür. Bəli. Nağd puldur satışın, yoxsa barterə də gedərsən? Nağd pula ehtiyac var. Musa qardaşdan məlumat aldıq maşın sahibindən. İndi isə biz deyək. Deməli, ili 2010-cu il istehsalıdır. Musa qardaşımız qeyd elədi ki, mən elə almışam, alarkən ekranında iş gedib. Yəni Musa qardaşın özündə olarkən yox. Belə yəni kosmetik şey ehtiyacı yoxdur. Start qiymət 7500 manat olaraq bazara daxil olub. Təbii ki, real alıcıya maşının yanında endirim olunacaq. Musa qardaş nömrə qeyd elədi. O nömrə ilə də zəng vuraraq bu maşın haqqında maraqlana bilərsiniz. Baxırıq. Gəlirik sürücü tərəfdən salona. Hər iki ön şüşə avtomatik qalxıb enir və burada bir dənə baxaq görək nə göstərdi. 331.184 orijinal. Hə, 331.184 kilometr orijinal yürüyüş. Salon səliqəli, şiddət çatdaq, partlaq yoxdur. Bir dənə Musa mühərrik yerini qaldıraq, zəhmət olmasa və mən də düşüm mühərrik yerini dartmışam. Aha. Gələk mühərrik yerinə, akkumulatoru yeni, mühərrik yeri normal qaydasında. Musa qardaş qeyd elədi ki, ekranında iş gedib. Amma Musa qardaş yəni belə vəziyyətdə alır. Özündə olarkən, maşın sahibinin özündə olarkən maşın, yəni ekranda iş getməyib. Amma maşın sahibindən əvvəlki sahibi də ekranında iş gedib. Belə çəkdik, göstərdik. Bunu 15 hissə də maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Bunu 15. Hörmətli YouTube izləyiciləri, Mercedes həvəskarları emblemdən artıq məlumdur sizlər üçün. Göyçay bazarında Mercedes markalı avtomobilin çəkişini eləyəcəm. Deməli, Mercedes C240.
Ağsaqqalımız yanımızdadır. İlk öncə məlumat alaq, sonra çəkişə başlayaq. Salam əleykum ağsaqqal, bazar Sağ ol, olsun. sağ ol. Məlumat alaq zəhmət olmasa. İli neçənci ildir? 99-cu ildir. 1999-cu il istehsaldır. Motor Motor 2.4. 2.4 motordur, Yaponkadır. Belə xadavoy sistemi, motor, korobka salamatdırmı? Salamat. Qiymət 13.5. 13500 manat sondur, yoxsa razılaşma olacaq? Razılaşma olur. Olacaq. Telefon nömrənizi eşidək ağsaqqal. 050 760 26 38. 050 760 26 38 adınız Kiram. İkram dayımız. Maşına harda baxmaq olar? Harda səsin orada? Yəni Azərbaycanın istənilən bölgəsində, yoxsa hər hansı bir bölgə olaraq? Harda? Yəni ürəyə istənilən bir bölgədə təbii ki, benzinin pulu verilmək şərti ilə. Partiyya maraqlıdır hansısa maşına, yoxsa pula ehtiyacı var? Yox, pulay. Pula ehtiyacı var. İkram əmmimizdən məlumat aldıq, indi çəkək göstərir. İli 99-dur, 2.4 motordur, Yaponkadır, avtomat sürətlər qutusudur. Kondisioner işlək vəziyyətdədir. Lüku yoxdur. Təkərlər normal. Maşın sahibi qeyd elədi ki, onda olarkən vuruq, udar, dəyişən, rənglənən yeri qətiyyən olmayıb. Bir dənə yüngül oturacaqların gördüyünüz kimi üzlənməyə ehtiyacı var. Və burada yük yeri, yəni çəkək göstərək, onu götür. Baxırıq. İndi qoyuruq yerinə. 90 nömrə üstündə qalır. Xatırladaq. Gəldik. Deməli 276.324 kilometr yürüyüş, avtomat sürətlər qurtusu. Xatırladaq ki, şeydir bu, Tiptronikadır. Belə. Və bir dənə İkram dayımızdan xahiş eləyəm, mühərrik yerində qaldırsın İkram dayımız. Oradan qaldırdım mühərrik yerini. Bir dənə siz oradan qaldırın, çəkim, göstərin. Aha, bu da maşınımızın maşallah tərtəmiz 2.4 motor. Motorxanada problem yoxdur. Motor yağ yemir. Belə, əsl ağsaqqal maşınıdır, necə deyərlər. Ağsaqqalımız da maşallah olsun qoruyub, saxlayıb. Sizə də bu Mercedes maraqlı gələrsə, İkram dayının qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu Mercedes haqqında. Hörmətli YouTube izləyiciləri, 07 həvəskarları, özünə yaxşı 07 alıb sürmək istəyən izləyicilərimiz, növbəti ağ rəngdə Vaz 2107 markalı avtomobilin çəkişini eləyəcəm. Maşın sahibi azca yaxınlaş bizə, üzün görsənməyəcək. Təbii ki, məlumat alaq zəhmət olmasa. İl neçənci ildir maşınımız? 2006 injektor motor. Dəyişəni, vuruğu, udarı səndə olarkən, rənglənən yeri, sağ qreli səndə olarkən dəyişilir. Sən elə almısan. Sən elə almısan. Bir dənə sağ qalan hər bir detalı özününküdür. Difrində səsi falan yoxdur. Aha. Aha. 6 xrom kalankadır, 70 verdi magnetofondur, 5 olmuş maşın, fık sistemidir. Aha. Teşekkür təzə. Neçəyə demisən? 6600. 6600 manata demisən. Yəqin ki, razılaşma olacaq. Əlaqə nömrəyə eşidək. 051 557 58 59. 051 maşallah 557 58 59 növbə iləndir. Adın? Fərid. Fərid. Harda baxmaq olar? Hardasınız? Ağdaşlı. Ağdaşlısan, Ağdaş əhasinə buradan salam olsun. Ağdaş Göyçay ərazisi, belə desək, yəni uyğun olar. Ağdaş Göyçay ərazisində baxmaq mümkündür. Fərid, barter maraqlıdır hansısa maşınla? Furgon maşını. Furgon, Teşka və ya Opel. Üstündə pul vermək şərti ilə. Çəkək göstərək. İli 2006, injektor, dolu maşındır. 6 kolonka, 7150 magnetofon. Difrində səsi yox. Fərid qardaş qeyd elədi ki, mən belə almışam. Yəni sağ, qabaq sağ kreli dəyişilir. Qalan hər bir detalı özünküdür. 1, 2, 3, 4, 5, 6 xrom kolonka. Baxırıq. Sərnişin tərəfdən padyomnik pul sistemi xatırladaq. Kosmetik işə ehtiyacı yoxdur. 6600 manat start qiymətlə bazara daxil olub. Təbii ki, Fərid qardaş da qeyd elədi ki, maşının yanında maşına baxandan sonra
endirim olunacaq. Daha cüzi endirim və ya bir güclü endirim istəsəniz, artıq onun maşının yanında maşın sahibi ilə danışacaqsınız. Mühərrik yerini, nə Fərd, sən oradan mən onu aha. Gördüyünüz kimi motorxana biraz tozludur, o da eybi yoxdur. İnjektor motordur, akkumulatoru normal. Maşın özü yaxşı vəziyyətdədir. Özünə ideal 07 alıb sürmək istəyən izləyicilər, bu maşın qaçılmazdır. Əgər bu 07 sizə maraqlı gələrsə, Fərid qardaş nömrə qeyd edəndə 051 557 58 59 o nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Həmçinin barterdə maraqlıdır furqon, Çeşka və ya furqonlu başqa bir xarici marka avtomobillərlə də barter maraqlı. Hörmətli YouTube izləyiciləri, Ford həvəskarları. Artıq emblemdən də məlumdur ki, sizlərə Ford markalı avtomobil çəkəcəm. Göyçay maşın bazarında Ford Fusion markalı maşınımız çıxıb bazara. Maşını çəkməmişindən öncə maşın sahibindən qısa bir məlumat alacağıq. Salam əleykum qardaş. Bazar olsun. Qısa bir məlumat alaq. İl neçənci ildir? 1.5 motordur. İli 2015. 15 motor. 1.5 motordur. Turbo. Turbo motor. Aha. Motorunda, korobkasında, ümumi xadavoy sistemində problemi var. Heç bir problem yoxdur. Sizdə Xarablarında yağı dəyişilibdir. dəyişilibdir. Sizdə olarkən vuruğu, udarı, dəyişəni. Dəyişən bir şey yoxdur. Sadəcə VIN kodu var. VIN kodunu girib baxanda biləcəklər. Aha, VIN kodda hər bir şeyi bilinəcək. Qiymət nədir? Qiymət 17 deyil. 17.000 manata deyirsiz. Yəqin ki, endirim olunacaq. Telefon nömrənizi eşidək. 050 366 27 38. 050 366 27 38 orada da qeyd olunur. Adınız? Maşın əmmindir, yəni Aha. özü işdə olub Bir gəldi, də. Yaşardadır. Başa düşdüm. Yaşar dayımızda Allah ömür versin. Barter maraqlıdır hansısa maşından? Xeyr, Allah. Nağd satışda pula ehtiyac var. Deməli, orada yazılıb, mən də bir də maşın sahibi də qeyd elədi, mən də bir daha qeyd eləyim. İli 2015-ci ildir Ford Fusion 1.5 turbo motordur. Maşın sahibinin verdiyini məlumata görə maşının heç bir problemi yoxdur. Korobka, motor, ümumi xadavoy sistemi qaldır mühərrik yerin. Qaldır mühərrik yerin. Ümumi xadavoy sistemi yaxşı vəziyyətdədir. Oturacaqlarda cızıq, sökük, həmçinin şitdə, partlaq falan yoxdur. Start qiymət 17.000 manat olaraq Göyçay maşın bazarına bu maşın gəlib. Və maşın sahibi qiymətdə endirim eləyəcəyini də qeyd elədi. Baxırıq, sürükdən, pasdan söz gedə bilməz. Germetkaları üstündə. Baxırıq. Burada, qapıda 4 düşən avtomatik qalxıb enməsi, qapıların kilitlənməsi, yan güzgülərin tənzimlənməsi, əyləşək. Deməli, avtomat sürətlər qutusudur, böyük LED monitor, salon səliqəli, salonda ciddi bir problem görünmür, heç ümumiyyətlə problem görünmür, belə deyək. Gəldik mühərrik yerinə. Deməli, Ford mühərriki 1.5 turbo motor. Akkumulatoru yeni. Belə çəkdik, göstərdik. Maşın sahibi də məlumatları qeyd elədi və burada da qeyd olunur. Çəkək, göstərək. Sizə də bu maşın maraqlı gələrsə, bax burada gördüyünüz əlaqə nömrəsindən zəng vuraraq bu Ford Fusion haqqında daha geniş və ətraflı məlumat ala bilərsiniz. Həmçinin gəlib maşına yaxından baxa. Hörmətli YouTube izləyiciləri, BMW həvəskarları, sizlər üçün Göyçay maşın bazarında BMW markalı avtomobilin çəkilişini edəcəm. El arasında Troyka deyirlər. Maşın sahibindən məlumat alacağıq təbii ki. Salam əleykum qardaş, bazar olsun. İl neçənci ildir? 91-dir. 91. 1.8-dir mən biləni bunun motoru. Mən elə bilirəm çünki maşın sahibi. Qaqa, bunun motoru 1.8-dir da. Avtomatdır. Bəli, bəli. Belə dəyişirəni, buruğu, udarı yoxdur. Qiymət? Sonu 4500. Qutaranı, qiymətin qutaranı 4500-dür, yoxsa razılaşırsan yenə? Qutaranı 4500-dür. Telefon nömrə oradan deyişdək. Aha. 050 865 38 51 adın? Elşən. Elşan, Göyçayda baxmaq olar. Barter maraqlıdır hansısa maşınla?
Nağd satışda play. Nömrəni verirsən üstündə. Bəli. Nömrə üstündə hədiyyə olunacaq. İli 91-dir əziz izləyicilər. 1.8 motordur, avtomatdır. Maşının yüngül, yəni kosmetik şey ehtiyacı var, amma belə də idarə edə bilərsiniz. Necə ki maşın sahibi belə idarə eləyir. Start qiymət yox, son qiymət 4500 manat olaraq maşın bazarına daxil olub. Parterdə maraqlı deyil. Avtomat sürətlər kutusudur. Yəni maşın sahibinin dediyinə görə heç bir problemi yoxdur. Burada arxada yüklər var, arxanı çəkəcəydim nəsə. 10 nömrə, qəşəng bir nömrəsi var. Üstündə qalacaq. Və görürsünüz, qapı üzlükləri falan, steniklər qəşəng vəziyyətdədir. Və buradan bunun deyək özünə gəlib öz açsın. Bir dənə bu mühərrik yerini gəlin qaldırın. Aha, tapdım. İndi deyən gəlirəm açmağa. Aha. 1.8 motor. Belə. Çəkdik, göstərdik, məlumatlar da qeyd elədim. Sizə də bu BMW maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Yenə də xatırladıram ki, nömrə üstündə hədiyyə olunacaq. YouTube izləyiciləri, Mercedes həvəskarları, emblemdən məlumdur ki, Mercedes çəkəcəm. İlk öncə bu maşını belə çəkəcəm. Allah hər kəsə qapısında istədiyi maşını nəsib eləsin inşallah. Sizlər üçün bu günlərim çəkəcəyim maşın Mercedes C200. El arasında çeşka deyirlər, furgonlu çeşkadır. Məlumatları mən verim, özüm verirsən. İli 2000'dir. 2 motordur, avtomatdır, kondisioner, full komplektasiya, yəni bir dənə nətər, bir dənə lüku yoxdur. Başqa hər bir, yəni funksiyası işlək vəziyyətdədir. Start qiymət 12700 manatdan bazara çıxıb. Təbii ki, gələrsən maşının yanına, maşına baxacağıq, sürəsən, ətraflı, yəni hər bir yerinə baxarsan və qiymətdə endirim eləyəcək. Maşının altında pası, çürüyü, heç bir şey yoxdur. Maşına Göyçayda baxmaq mümkündür. Telefon nömrü eşdək. 051 Aha. 386 48 23. 051 386 48 23. Maşın sahibinin adı Royal'dır. Maşına yenə də qeyd edirəm, Göyçayda baxmaq mümkündür. Barter var? Nağd satışdır. Yəni təcili pula ehtiyac var, nağd satışdır. Maşının kosmetik işə ehtiyacı yoxdur. Salon səliqəli, stenikləri maşallah görürsüz, zavod stenikləridir. Baxırıq. Gördüyünüz kimi baxın belə vəziyyətdə. Yük yerini buradan qalxızacağam özüm. Bir dəqiqə. Belə. Aha, qalxsaq baxaq. Görürsünüz. Aha, bu taksi nədir? Bu dəqiqə deyəcəklər, bu taksi nədir? Eybi yoxdur ondan, zərər yoxdur. Nə olar ki? Taksi işləyirik də, çörək pulumuzu qazanırıq. Nə edək? Bəli, amma taksidə yəni belə deyək, çox da çapılmış maşın deyil. Onu da xatırladım. Aha, qaldır, mühərrik yeni qaldır. Mən də salona bir nəzər yetiririm. Deməli, 406.369 kilometr yürüyüş, avtomat sürətlər qutusu, audio sistem falan, hər bir şey qaydasında. Mühərrik yeri, 2 motor, sadə motor. Belə, çəkdim, göstərdim. Sizə də bu Mercedes maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında.